Salam əziz YouTube izləyicilərim. İlk öncə bizi izlədiyiniz üçün sizə təşəkkür edirəm. Bugünkü mövzumuz əməliyyat sonrası qadınları çox maraqlandıran mövzulardan biridir. Hansı əməliyyatdan söhbət gedir? Uşaqlığın çıxarılması əməliyyatı. Yəni elmdə buna histerektomiya əməliyyatı deyilir. Uşaqlığın çıxarılması əməliyyatından sonra qadınların cinsi həyatı necə olur? Onlarda cinsi istəksizlik və yaxud da zövq problemləri yaşayırlarmı? Əlbəttə ki, uşaqlığın çıxarılması əməliyyatı zamanı qeyd elədiyim bu problemlərin heç birinə rast gəlinmir. Çünki cinsi həyat tamamilə uşaqlıq yolunda baş verən proses olduğuna görə uşaqlığın da bu zaman çıxarılması zamanı vaginal sinirlərin və yaxud da ki, vaginal toxumaların zədələnmədiyi üçün bunun heç bir mənfi təsiri olmur. Lakin bəzən biz uşaqlığın çıxarılması zamanı yumurtalıqların da alınması əməliyyatını edirik. Bəli, əgər uşaqlığın çıxarılması zamanı ovarektomiya, yəni yumurtalıqların alınması əməliyyatını da icra eləmişiksə, o zaman əlbəttə ki, bu cinsi istəyə, zövqə təsir göstərə bilər. Çünki yumurtalıqlarda hormonlar ifraz olunur və bu hormonların təsiri ilə uşaqlıq yolunun nəmliyi, onun elastikliyi saxlanılır və həmçinin bizim cinsi istəyimiz də bu hormonlara bağlıdır. Ona görə də əziz xanımlar, 45 yaşın altında olan əsasən də xanımlara üzümü tutub deyirəm ki, əgər sizdə uşaqlığınız hər hansı bir səbəbdən alınırsa, bura uşaqlığın miomaları ola bilər, polipləri ola bilər, adını mioz xəstəliyi ola bilər və yaxud hər hansı bir xərçəngönü vəziyyəti ola bilər və yaxud da ki, uşaqlığın alınması gərəkdirən acil əməliyyatlar ola bilər, keysəriyyə zamanı, doğuş zamanı. Bu zaman məsləhət budur ki, yumurtalıqlarda hansı bir problem yoxsa, orqanik bir dəyişiklik, kista və yaxud da hər hansı bir törəmələr yoxdursa, yumurtalıqlarınızın alınmasını qətiyyən məsləhət görmürəm. 50 yaşın altında bütün xanımlara səslənirəm ki, uşaqlıq çıxarılması əməliyyatını sizə təklif edəndə, əgər ehtiyac görülmədiyi təqdirdə yumurtalıqlar qorunsun ki, bu da sizin gələcəkdə dediyim bu şikayətlərin, bu fəsadları yaranmasına səbəb olmasın. Əziz YouTube izləyicilərim, bu kimi videolarımın ardını görmək istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın.